Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Ekspert İlham İsmail saxlanılıb. Günün xəbərləri Unikal istinadla xəbər verir ki, ekspert dələduzluqda ittiham edilir. Belə ki, o, oğlu Cavidan İsmailzadə vasitəsilə zərər çəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54.000 ABŞ dolları olan Range Rover imiş. İsmail Məmmədzadədən ilkin olaraq 20.000 ABŞ dolları 34.000 manat alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib. Azərbaycanda müğənni qəza keçirdi. Üzü tanınmaz haldadır müğənni Kamil Cəfərov qəza keçirib. Günün xəbərləri olayı AZA istinadən xəbər verir ki, bu barədə aparıcı Tarix Əliyev məlumat yayıb. Tolik deyib ki, ifaçı kvadrosikla qəzaya düşüb və üzü tanınmaz haldadır.